Mən də bir anayam, bir xanımam, bir həyat yoldaşıyam, bir gəlinəm. Mütləq şəkildə hər gün Miranı, balaca oğlumu və böyük oğlumu birlikdə onlarla söhbət edib başlayıram. Əziz anam, şirin sözlü anam. Dur mənim çiçəyim, dur mənim gözəlim. Miran gör kim var burada? Ha? Miranın və uşaqların ümumiyyətlə geyimlərini bir bərabər seçirik. Onlara seçim haqqı verirəm. Böyüyün 19 yaş olmasına baxmayaraq onun dostuyam. Balacanın da artıq oyun dostuyam. Yəni mütləq şəkildə bütün proseslər oyunladı. O da bütün proseslərdə iştirak eləyir. Günümü bir belə deyəksə təmiz hava ilə, qəhvəmlə açmağıma baxmayaraq və övladımın bağçasına yola salıram, bağçasına aparıram. Səhər vaxtları mütləq şəkildə biz bərabər səhər yeməyini yeməliyik və bu mənim üçün ən vacib nüanslardan biridir ki, həftə sonu onlarlayam. Nə olur olsun, həftə sonu mütləq onlarla bərabər səhər yeməyinə və ya hansı bir gəzintilərə gedirik. Və mən də bütün analara arzu edirəm ki, övladları ilə olan bağları möhkəm olsun, sevgi ilə böyüsünlər, özləri də ruhan sevgi və dolu olsun, bütün xanımlar xoşbəxt olsun. Mənim bu sahədə ilk dəstəkçim və mənim ailəm anam olub. Yəni hətta qızıllarını belə satıb mənə verib ki, get təhsilini davam elətdir. Mən düşünürəm ki, bu enerji birinci mənim öz ailəmdən gəlir, həyat yoldaşımın mənə olan dəstəyindən gəlir, anamın, övladlarımdan. O mənə hər zaman çox dəstək olub. Yəni get, oxu, elə. Mən hətta tərəddüd etmişəm ki, bəlkə getməyim, bəs də artıq yetər də nə qədər təlimlərdə olacağam deyib. Yox, niyə sən ondan niyə kimləsə geri qalırsan? Get, örgən, get, yenilik gətir. Artıq 19-cu ildir ki, loqoped kimi fərdi loqoped olaraq çalışmağa başlayıram. Təhsilini almışam, bakalavr təhsili almışam. İlk olaraq müəllim fəaliyyətini başlamışam və mən uşaqları həmişə sevmişəm. Öz övladlarım təbii ki, dünyaya gələndən sonra daha fərqli bir duyğuların olduğunu fərqində olmuşam. İlk dəfə Down sindromlu Əlişqa adında bir balayla yəni sevgimin möhkəmlənmə hissini duymuşam. O məni görüb qapıda üstümə qaçıb, məni oynaması, oynatması, saçlarımla oynaması. Sən kimsən? Adın nədir? Belə bir məni sevgi ilə qarşılamışdı. Və mən həmin günü o məktəbdə xüsusi uşaqları, spesifik uşaqları görəndən sonra tam səmimi etiraf edirəm ki, mən məqsəd qoydum ki, danışmayan qalmasın devizi ilə dünyaca məşhur olan bütün təlimlər, metodların hər birini özüm öyrənəcəm, gətirəcəm və mən bir mərkəz quracağam və mənim mərkəzim tanınmış olacaq. 2014-cü ilə qədər fərdi loqoped kimi də mərkəzlərdə işləmişəm və o dövrdə də öz üzərimdə işləmişəm. Yəni ixtisaslarımı artırmaq üçün, ixtisasımı yeniləmək üçün Rusiyada, Türkiyədə çoxlu yeniliklər, yəni araşdırmalar etmək üçün fərdi öz qazancımdan təhsilimi xaricdə gedib davam etdirmişəm. Və ilk kəkələmə mütəxəssisi olaraq Azərbaycanda yəni sahəmi daha genişləndirmişəm, proqram gətirmişəm. İlk kəkələmə loqoped olaraq proqramını və refleksoloji masajı Azərbaycanda ilk loqoped olaraq öyrənib gəlmişəm. Terapist olaraq çalışma haqqını qazanmışam və bu haqq Amerikanın bir ən məşhur universitetlərinin, yəni adım, imzam orada olaraq koduyla, diplomuyla haqq edən və bunu tətbiq edəcək
bir səlahiyyətə sahib olan bir loqopedəm. Bu yaxınlarda bir hekayə məni həm sevindirdi, həm üzdü. 2 il bundan öncə mənim qəbulumda olan bir ailə gəlmişdi. Həmin ailə demişəm ki, sənin uşağında problemlər var, mütləq şəkildə üstünə düşməlisən, həkim tərəfindən psixiatr baxmalıdır və psixoloji, duysal, sensor terapiyalar bu uşaqda vacibdir. Valideyn mənə nənəsinin dediyinə görə, valideyn anası mənə deyib ki, mənim uşağımın heç nəyi yoxdur, nitqdə gecikir də və mən qoyacağam bağçaya, aparacağam toya, uşağım sosiallaşacaq, düzələcək və 2 il sonra çox təəssüf hissi ilə nənəm Xırdalanda bir neçə mərkəzləri gəzmələrinə, bağçaya qoyub ana, yəni toya, bayrama aparıb, yəni öz metodları ilə bu uşağı harasa gəlməsini, haraya qədər ki gələcəyini düşünüb. Amma 2 il sonra yenidən ağır bir autizm spektr davranış pozuntusuyla artıq 4 yaş yarımda, yəni mənim yanımda 2 yaş yarımında olub, indi də 4 yaş yarımdır, gecikmiş fonda və mən heç bir dəstəyi, yəni progressiv olaraq göstərə bilməyəcəyim bir dönəmdə mənə geri dönüş və ümidlərlə yalvararaq ki, nə desəz eləyəcək, artıq bu uşağı danışdırın, bir yerə çatdırın. Müxtəlif hekayələr, o övladı down olduğuna görə atan atalar var. Ana atıb övladını ki, mənə xəstə uşaq lazım deyil. Gecənin saat 2-sində ananı deşlərini yığıb uşağı da qoyub qoltuğun altına ki, götür, apar, mən oğlanımı evləndirəcəm, amma onun oğlu evləndirib dünyaya gəldiyi övladı ki, ikinci evliliyindən serebral iflic dünyaya gəlib. Hər bir ailədə söz olur, söhbət olur, problemlər olur. Onu uşağı aşılamaq düzgün deyil. Mənim ailəmdə problem yoxdur, o qədər olub ki, amma mən ona hələ indiyə kimi heç bir övladımın yanında, mənim övladlarım ümumiyyətlə bu sözü, bu söhbəti, heç bir prosesi bilmirlər. Yəni və biz Miranla, Məhəmmədlə sadəcə dost kimi olub, onlarla sevgi bağlarımızı, onların istəklərini, bəzən deyirlər uşağın hər istədiyini eləmə. Xeyr, mən deyirəm, qoy uşağın hər istədiyini edin, onlar sevgi və gözü tox böyüsün. Gələcəkdə aclıq yaşamasınlar, sevgi aclığı yaşamasınlar. Filmlərdə də görürsünüz, anadan, atadan travmalı olan uşaqlar gələcəkdə daha hırçın, daha sərt, daha narsist böyüyürlər. Uşaqların haqqıdır ki, ata ilə, ana ilə vaxt keçirtmək, onların sevgisini doya-doya yaşamaq. Bütün sevgi hər şeyin açarıdır, sevgi hər şeyin təməlidir və ailə modelini qurmaq, ailə kimi bir yerdə olmaq uşaqlarımızın özgüvəninə təməldir və mən buradan tək istəyim odur ki, bütün uşaqlar sevgi ilə, bütün uşaqlar huzurlu ailə ilə böyüsünlər.